İslam dini mükəmməl dindir. Yəni bəzi insanlar sadəcə İslamı düzgün anlamayıblar, düzgün başa düşməyiblər. Yəni onlara düzgün İslamı çatdırmayıblar. Yanlış İslamı çatdırıblar. Mən nə qədər belə insanlar görmüşəm həyatda. Oturub 5 dəqiqə adamla İslam dinindən söhbət edirsən, bəlkə də şahid olmusunuz belə insanların. Adam elə əməllərdən danışır, elə xurafatlardan danışır. Deyirsən qardaşım, İslam dini deyil bu. Sənə düzgün İslamı çatdırmayıblar. Sənə yanlış İslamı çatdırıblar. Peyğəmbərimizi düzgün çatdırmayıblar sənə. Peyğəmbər haqqında elə şeylər danışır. Çünki adamı yanlış dini çatdırıblar. Həqiqi İslamı yox. Elə əməllər edir, elə şeylər danışır ki, İslam dinində yoxdur. Nə qədər belə insanlar görmüşəm. Ona görə də düzgün indi həqiqi İslamdan danışanda insanlara, düzgün İslamdan danışanda görsən adama adlar qoşurlar, ləqəblər qoşurlar. Girib altdan kommentarda nə bilim pis sözlər yazırlar. Nədir, doğru düzgün İslamdan danışırsan, həqiqi İslamdan danışırsan. Bəziləri